Müharibə özü ilə ölüm qanqada gətirir. Amma bu da bir həqiqətdir ki, işğalçıların tamahına qarşı duranlar, vətənin müdafiəsinə qalxanlar üçün həm də bir sınaqdır müharibə. Bu sınaqdan uzaq çıxanlar qəhrəman sayılır, canından keçənlər ölməzlik qazanırlar. Bu mənada vətən müharibəsi Azərbaycanı bütün dünyada savaşların tarixində örnek olan bir ölkə kimi tarixləşdirdi. Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunmasıyla nəticələndi. Oğullarımız qəhrəmanlıq göstərdi. Torpaqlarımızın bütövlüyü, ərazi bütövlüyümüz təmin olundu. Ən ucası qürurumuz bərpa olundu. Bugün qürurluyuq ki, biz vətənin sevən, vətəni uğrunda canından belə keçməyə hazır olan və istənilən anda ümidini, inamını itirməyən, inadla, böyük cəsarətlə döyüşə atılıb vətənimizi, vətən adlı evimizi qoruyan bir məmləkətik. Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar bütün dünya örnəyidir. Mənimcə də bir hərbi jurnalist kimi təkcə ona görə yoxdur ki, bu mənim vətənimin uğurudur. Ümumiyyətlə, müharibələrin, savaşların tarixini araşdıran, özü də savaşdan keçən bir jurnalist kimi deyə bilərəm ki, vətənin müdafiəsi timsalında, vətənin müdafiə eləməyə hazır olmaq timsalında ölkə olaraq, məmləkət olaraq bütün dünyaya nümunə olmağımızdan qürur duyuram. Eşq olsun Azərbaycan adlı evimizi qoruyan oğullara, eşq olsun oğullara ki, bəzən böyük döyüş texnikası olmadan, dişi ilə, dırnağı ilə, caynağı ilə, bıçağı ilə düşmənin nəfəsini kəsdi, torpaqlarımızı azad etdi. Eşq və salam olsun oğullara ki, bu yolda canlarından keçdilər və ölməzlik qazandılar. Əbədi yaşar, ad, həyat qazandılar.